dənə də Firdun bəy, bir dənə sualı ceyləmək istəyirəm. Bax, deməli Nəsiminin özünün dedikləri var da, indi şeirləri var, nəsihət kimi verdiyi bir məsləhətlər var. İndi hal-hazırda necə fikirləşirsiniz? İnsanlar ona uyğun yaşayırmı ümumiyyətlə? Kamilləşə biliblərmi? İnsana başa salmaq istəyirsən, böyüksən. Səndə Allahın ruhundan var. Ay bədbaxt. Niyə sürünürsən? Sındır qəfəsi tazə gülistan tələb eylə. Bəs də bir insanın qabırğalarına baxanda qəfəsə oxşayır. Ürəkdə elə bir bülbüldür də oradadır. Çıx, çıx, özündən çıx, böyük. Kölə olma. Hamımız zəncirlə doğulmamışıq. Heç birimiz zəncirlə doğulmamışıq. Amma ondan sonra qandalları vururuq əlimizə ki, mən sənin kölənəm. Mənə əmr elə. Deyir, azad ol. Allahın sənə verdiyi ruhu biraz da böyük, təmizdə. Çirklənmirsən, təmizdə ruhu. Çünki günahın cazibəsi var. Bütün insanlar o cazibəyə düşüb günahlar eləyirlər. Batdağa qədər batırlar. Təmizdən də, təmizdən çıx üzə Allaha layiq ol da. Allah səni belə yaratmayıb baxı. Bir loxma çörəkdən ötürü nə özü qəday vəziyyətinə salırsan. Nə olub ki? Allah Teala ruzuyu verəcək də. O ruzunu sənə ağam vermir, Allah verir. Yəni, bütün bu hikmətləri insanlara, onun bütün poeziyası, həm Azərbaycanca, türkçə tam divanı var. Bütöv divanı var. Farsçada tam divanı var. Ərəbcə ona yaxın qəsidəsi gəlib bizə çatıb. Yəni, Nəsimi bu qədər əsəri yazmaq üçün hələ evində oturub, məsələn, yazsaydı çox illər gəlib keçərdi. Amma Nəsimi yolda olub bax həm də. Oradan ora gedib, buradan bura gedib, onlara bir nəsihət edib, o birləri bir ağıl verib. Yəni, Nəsimi bütün marifi yayıb. Bunun öhdəsinə düşən informasiyanı ki, Allah Teala buna verib, o insanlarla bölüşüb. İnsanları düz yola çağırıb. Çaşmağa qoymayıb. Ona görə də Nəsimi qardaşının nəsihətini hərdən yadına düşürdü ki, sən deyir, ağaların yemini, aşını ümməyə aş eyləmə. Bu sirri hər kəsə faş eyləmə. Yəni, sən bildiyin sirləri hamıya açma yenə. Seçilmişlərin yeməyində hamı üçün aş eləmə. Yəni, onları vermə yenə. Çünki onlar onu yiyib mədələrini xarab eləyərlər. Mədələri ona hesablanmayıb. Yəni, Nəsiminin həyatını, Nəsiminin bilgilərini sistemləşdirəndə çox möcüzəli işlərlə biz rast gəlirik. Ən böyük möcüzə də, yenə deyirəm, insanı insana tanıtmaq missiyasıdır. Dini kitablar da bunu deyir, böyük-böyük alimlər də yazır. Ancaq poeziyanın təsiri alimlərin möcüzəsindən daha çox insanlara təsir edir. Bir var ki, deyir, filan şey elə, filan şey eləmə, filan şey günahdır, filan şey savabdır. Bir var ki, onu sənin şeirlə başa salır. Şeirin ritmikası var, şeirin ölçüləri var, insanın... Sehri var. O sehir nədir? Hipnotik təsiridir də. Hipnotik təsirlə insan bir haldan başqa hala düşə bilir. Ona həqiqətləri belə izah eləmək lazımdır. Yoxsa mövzə ilə, nəsihətlərlə, gəl belə eləməlisən, bu olsa belə elə, kim yadında qalır ki? Firdun bəy, belə deyim, Nəsimini ümumiyyətlə belə müzakirə eləsək, biz belə deyim də, otursaq ondan sonra bir 10 saatda danışsaq, yəni o bitməz, əlbəttə ki.